Azərbaycanda xristianlıq, tarix və müasirlik. Müqəddəs Taxt-Tacın Vatikan Qriqoryan Pontifik Universitetində bu mövzuda Qafqaz Albaniyası irsinə həsr edilən 12-ci beynəlxalq elmi konfrans keçirilib. Ətraflı xüsusi müxbirimizin süjetində. Konfransı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban Udi Xristian dini icması birgə təşkil edib. Tədbirdə vurğulandı ki, Azərbaycanın ən diqqət çəkən xüsusiyyətlərindən biri məhz multikulturalizmə yanaşmasıdır. Ölkə müxtəlif etnik mənsubiyyətə, dillərə və dinlərə mənsub insanlar arasında sülh şəraitində birgə yaşayışı təşviq etmək üçün unikal imkanlara malikdir. Müsəlmanlar, pravoslav və katolik xristianlar, yəhudilər və bir çox başqa icmalar birlikdə harmoniyada yaşayır, hər biri millətin sosial, mədəni və siyasi quruluşuna töhfə verir. Azərbaycan çox multikultural və eyni zamanda çox dünyəvi bir ölkədir və bizim çox tarixi, xristianlıq, eyni zamanda yəhudi irsimiz mövcuddur, İslam irsi ilə yanaşı və bu irslər hamısı Azərbaycanda qorunub saxlanılıbdır. Azərbaycanda kilsələr bərpa olunur, Azərbaycanda bu sahəyə xüsusi diqqət göstərilir. Konfransda Ermənistan, Azərbaycanın tarixi, dini, mədəni irsinə təcavüz də diqqət mərkəzində oldu. Bildirildi ki, ermənilər bu abidələri dağıtmaqla həm də anti-xristian siyasət aparıb. Biz Azərbaycan polietnik dövlətik. Bütün Ermənistanın əhatə edən dövlətlər hamısı polietnikdir. Ümumiyyətcə Qafqazda demək olar ki, qonşu kəndlər başqa dillərdə danışır. Burada necə ola bilər ki, Ermənistan monoetnik olsun? Onun da sübutunu gətirdim, interpretasyon sözləri gətirdim ki, o təbrik elədi, Ermənistan xalqını təbrik elədi ki, axır ki, biz Azərbaycanlıları qovduq. Bunun harası xristianlıqdır, anti-xristiandır. Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması və dünyaya çatdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq. Bu fikri isə erməni milliyyətindən olan tarixçi və ədəbiyyatçı səsləndirdi. Erməni tarixçi bildirdi ki, tarixin ermənilər tərəfindən təhrif olunması ilə bağlı bir neçə il əvvəl onlara müəyyən narahat edici suallar verməyə başlayıb. Bu səbəbdən də bəzi həmvətənlərinin ciddi təhdidlərinə məruz qalıb. Konfransda Azərbaycan, İtaliya, Rusiya, Litva, Gürcüstan, Özbəkistan, Malta və digər ölkələrdən iştirak edən alimlər Qafqaz Albaniyasının irsi, Azərbaycanda katolik və digər xristian icmaları haqqında elmi mövzularla məruzələrlə çıxış etdilər. Bu, Qafqaz Albaniyasının mesajını bütün xristian dünyasına çatdırmaq üçün əla bir fürsətdir. Çünki biz bugün qərb xristianlığının mərkəzindəyik. Katolik kimi mənim üçün böyük bir xoşbəxtlikdir. Xüsusilə mənə xoş gəlir və diqqətimi çəkir ki, məhz bu konfrans ən müxtəlif dini inanc sahibi insanları birləşdirir və Azərbaycan dövlətinin müxtəlif dini inanclara qarşı tolerant münasibətini göstərir ki, bu da müasir dünyada olduqca nadirdir. Что действительно довольно редко в современном мире. Я очень рад, что Азербайджан. Mən çox şadam ki, Azərbaycan tolerantlıq və multikulturalizm siyasətini davam etdirir və inkişaf etdirir. Bugünkü konfransımız da bunun bariz nümunəsidir. Bu yolla Azərbaycan xristian icmalarına da qayğı göstərir və öz tarixinin xristian hissəsini inkar etmir. Konfrans bölmə iclasları ilə davam etdirildi. Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, Birləşmiş Ştatlar və Litvadan olan albanşünas mütəxəssislərinin məruzələri dinlənildi, müzakirələr aparıldı. Xristian dünyasının mərkəzi olan Vatikanda Azərbaycanda xristianlıq müzakirə olunur. Əsrlərdir azanla kilsə zənglərinin yanaşı səsləndiyi bir torpaqda Azərbaycanda multikulturalizm təkcə ölkə daxili prioritet deyil, həm də regionumuzda və bütün dünyada sülhü təşviq etmək üçün əsas vasitədir. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, İtaliya, Vatikan.